Değerli dostlar, hürmetli Avto Amerika saytının izleyicileri, her birinizi Almanya'dan salamlayıram. Bugün yola salacağımız bir avtomobili size təqdim edirəm. Buyurun baxın. Mercedes Vito'muz artıq alınıbdır. Yoxlamaçlardan keçib hamısı nömrəsinəcən alınıb. Buyurun baxın dostlar, informasiyasını kısa da verəcəm, incə, kısa da olsa verəcəm, baxarsınız. Dostlar, avtomobilimiz 2009-cu il 111-646 mühərrikdir. Nömrələnib artıq yola salmağa hazırlaşırıq. Bakıda olacaq. Avtomobil 111-646 2009 8 texpasport olacaqdır. Niye 8 olacaq? Onu da xatırladım ki, briefdə hal-hazırda 2009-cu ildir. Bura Almanya sənətində 2009-cu ildir. Ancaq bizdə texpasportu 2008 çıxacaq. Avtomobilimiz 254 min kilometrdən yol gedibdir. İdeal vəziyyətdədir. Yüngül işləri var. Yəni, hansı ki, nikkelləri yoxdur, tuğası yoxdur. Onlar da Türkiyədə yığılıb gətiriləcək. Avtomobilimizi təqdim edirəm sizlərə. Bunu da xatırladım ki, artıq alınıb hər bir şeyi. Bakı təhvil 6500 Euroya avtomobili sizlərə verə bilirik. Kömrüksüz. Kömrükdə inşallah 6000'i keçməz. 5800-5700 kömrü eləyir. Buyurun dostlar, bu avtomobili sizə təqdim edirəm. Kimə lazım olsa 4-5 gündə Bakıda olacaqdır. O yüzden baxın, istəsəz bizə müraciət edə bilərsiniz. Sizlərə bu avtomobilin daha geniş, haçan çatmasını da çatdıra bilərəm. 254 min kilometrdən yol gedib avtomobil. Üstünün yerləri, bir də tuğası yoxdur. O da Türkiyədə yığılır, bildiyiniz kimi. O yüzden avtomobili almaq istəyən bizə 6500 avro ödəyib Bakıda təhvil verə bilərik. Və yaxud da 17 min manat ödəyir, bizə onu Bakıda təhvil veririk sizə. Belə dostlar, avtomobilimiz hakkında bu kadar kısa bir çəkiliş etdim. Almanya'dan sizlere paylaşacağım. YouTube səhifəmizdə baxarsınız. Eğer almaq isteyen olsa bizə YouTube və yaxud TikTok səhifələrimizdə videosu olacaq və əlavə şəkillərini istəsəz yol boyu çəkib göndərərik sizlərə. Yaxın 4-5 gündə avtomobil Bakıda olacaq. Kim istəsə bizə müraciət eləsin. Ən sərfəli qiymətlə 6500 avro ilə Bakıda təhvil və yaxud da 17 min ödəyir manatla. 17 min manata avtomobili Bakıda kömrük daxil veririk sizlərə. Buyurun, öncədən hər birinizə təşəkkür edirəm. Avtomobil almaq istəyənlər bizə müraciət edə bilərsiniz. Avropanın istənilən ölkəsindən sizlərə avtomobil alınmasında, çatdırılmasında yaxından köməkdarlıq və ən sərfəli qiymətlərlə qulluğunuzdayıq. Hələlik dostlar bu qədər, sağ olun. Növbəti videolarda görüşərik. Təşəkkürlər.